Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə. Tam mərkəzdə Heydərli Parkının düz qarşısında sizə 3 otaqdan ibarət təmirli, əşyalı bir mənzil təqdim edirəm. Qiyməti də bazar dəyərindən demək olar ki, aşağı bir qiymətdir. Gedək evimizlə tanış olaq. Dəyərli izləyicilərim, təqdimata qonaq otağından davam etməyə başladıq. Gördüyünüz əşyalar hər biri evin içində qalır. Bəzi əşyalar ola bilsin çıxır. Onu da videonun növbəti dəqiqələrində sizə deyəcəm. Qonaq otağımız gördüyünüz kimi çox genişdir. Kondisionerimizdir. Bax, böyük kvadratda içində qalır. Canım sizə desin. Bax, televizordur. Yəni demək olar ki, əşyaların 90%-i evin içində qalır. Gəl, qayıdaq. Bax, burada bizim giriş hissəmizdir. Bax, bu formada. Sağda hamam sanuzel hissəmizdir. Qiyməti də çox münasibdir həqiqətən. Burada da bizim mətbəx hissəmiz. Mətbəxdə də gördüyünüz əşyalar hər biri evin içində qalır. Dəyərli izləyicilərim, bu evin qiyməti bilirsiniz neçəyədir? Heydərli Parkının düz qarşısında qanuni 3 otaq əşyalı cəmi cümlətanı 123 min manat. 5 mərtəbəli binanın orta mərtəbəsi. Daxil olaq 2 yataq otağımız qaldı. Onu da göstərək inşallah. Dəyərli izləyicilərim, keçdim yataq otaqlarımızı sizə göstərəm. Bax, burada belə bir qladovkamız yerləşir. Bölgələr də çox gözəldir evimizin içində. Bax, keç göstər. Bax, belə bir desk otağımız var. Deski deyil, əslində böyük yataq otağıdır bu. Amma biraz belə deyim, veşlər çox olduğuna görə fazla yığzam görsənə bilər. Burada da belə növbəti bir geniş yataq otağımız. Evimiz çəkilən nəzərinizə çatdırıram. 5 mərtəbəli binanın 4-cü mərtəbəsinə yerləşir. Heydərli Parkının, Kəbala yaxınlaş bura zəhmət olmasa, Heydərli Parkının tam qarşısında evindən düşdün, Heydərli Parkıdır. 123 min manata əşyaları ilə birlikdə. İndi real alıcı olsa sahibi ilə gəlib özünüz danışıq apararsınız. Allah alana da satana da xeyir versin inşallah.